54 kilometr bölək saat neçə metr bölək saniyədir? Kilometr saatı metr bölək saniyə çevirmək üçün 3,6-ya bölmək lazımdır. 54-ü 3,6-ya böləndə eləyəcək 15 metr bölək saniyə. Doğru cavab B variantı. Verilən vahidlərin hansı BC-də əsas vahid deyil? Əsas vahid olmayan burada tondur. Qalanları hər biri əsas vahiddir. Doğru cavab B variantı. Şəkildə təsvir olunmuş xətt keçişin bir bölgüsünün qiymətini hesablayın. Bir bölgünün qiymətini tapmaq üçün iki qonşu bölgünü bir-birindən çıxırıq. Bölürük bölgülərin sayına, boşluqların sayına. 10 yerə bölünüb, 3-dən 2 çıxanda 1, 1-i 10-a böləndə eləyir 0,1. Bir bölgünün qiyməti burada olacaq 0,1 Y variantı. Sual işarəsinin yerində hansı söz olmalıdır? Hesablama sistemi, hesablama cismindən, koordinat sistemindən, vaxtı ölçən cihazdan ibarətdir. Hesablama cismi, cavab C variantı. Yerdəyişmənin dəyişmə yerini xarakterizə edən kəmiyyət sürət adlanır. Doğru cavab D variantı. Çay axını istiqamətinə 12 metr bölək saniyə sürətlə üzən qayıq, yəni qayığın sürəti bizdə 12 metr bölək saniyədir. Axın istiqamətində isə o 300 metr məsafəni 20 saniyə qət edir. S bölək V-dən 300 bölək 20 eləyəcək 15 metr bölək saniyə. Çayın axın sürətini təyin edin. Axın sürətini tapaq. V axın bərabərdir sual. Axın istiqamətində sürət V qayıq plus V axına bərabər olacaq. Buradan da axının sürətini tapanda axın istiqamətdən qayığın sürətini çıxmaq lazımdır. Yəni 15-dən 12 çıxırıq, eləyir 3 metr bölək saniyə. Doğru cavab Y variantı olacaq. Şəkildə təsvir olunmuş sıxlığı 11 qram bir kub santimetr gümüş kuboidin kütləsini hesablayın. Kuboid həm də bizim paralelepipedimizdir, bilirik. M bərabərdir rho V. Rhosu 11-dir, qram bölək kub santimetr. Həcmin də, kubun həcmi, paralelepipedin həcmi V bərabərdir A, B, C-yə bərabərdir. O da bərabərdir 5 vurulsun, 2 vurulsun 4. Bu da eləyəcək 40 santimetrin kubu. Vursaq 40-a santimetrin kubu. Santimetr kublar ixtisar gedir. Eləyir 440 qram. Cavab olacaq. Kiloqrama da çevirsək 0,44 kiloqram olacaq. Doğru cavab C variantı. Eyni nöqtədən hərəkətə başlayan İK və L cisimlərinin koordinatın zamanla qrafik şəkildəki kimidir? K-nın elə nəzərən sürəti neçə V olar? Gəlin birinci sürətlərini təyin edək. İkisi birinci cisim K cismi OX oxu istiqamətdə hərəkət edir. L cismi isə OX oxunun əksi istiqamətdə hərəkət edir. Ona görə də biri ox istiqamət, biri əks istiqamətdə olduğu üçün nəzərən sürəti K-nın elə nəzərən sürətini təyin eləyəndə bunları əks istiqamətdə toplanır. VK üstə gələk V olacaq. Birinci VL-i təyin eləyək. VL bərabərdir. X çıxılsın X0, yəni X çıxılsın 3X bölünsün T olacaq. Yəni bu nəyə bərabər olur? Mənfi 2x bölünsün T'dir. VK-nı da tapsaq, VK isə doğrudan da gördük ki, X oxunun əksi istiqamətdə hərəkət edir. Artıq biz burada nəzərə aldığımız üçün oraya mənfi nəzərə almayacağıq. K-nınki isə delta x-i 3x bölünsün T olacaq və buradan da hesablasaq, x bölünsün T-ni V götürübsə olacaq mənfi 2V, bu isə 3V olacaq. Əks istiqamətdə olanı toplandığı üçün 5V-yə bərabər olacaq. Doğru cavab D bəndi 5V. Düzxətli bərabər təcili hərəkət zamanı hansı fiziki kəmiyyət sabit qalır? Bərabər təcili hərəkət adından da göründüyü kimi təcili sabit qalır. Doğru cavab A variantı. Cismin sürətinin proyeksiyasının zamanlaması qrafikdən istifadə edərək 4 saniyə ərzində getdiyi yola görə orta sürəti hesablayaq. Burada yol və yer dəyişmə saati bir-birinə zaten bərabərdir. Yolu təyin eləsək, trapeziyanın sahəsidir burada. Yolumuzu təyin eləsək, trapeziyanın sahəsini tapmalıyıq. 4 üstə gələk 2 bölünsün 2, vurulsun hündürlükdə 10 olacaq. 10-dan 2 gedir, qalır burada 5. 4-ün üstünə 2 gələndə 6, 6-da 5-ə vuranda 30 metr yol gedir. Orta sürəti tapanda yolu bölməliyik zamanı, yəni 30-u bölürük 4-ə. O da eləyəcək 7,5 metr bölək saniyə. Doğru cavab D variantı. Verilən cəmiyyətlərin hansı skalyar deyil? Burada qüvvə vektorial cəmiyyətdir, qalanları skalyar cəmiyyətdir. Doğru cavab B variantı. Sürəti hansı cihazla ölçmək olar? Sürəti ölçmək üçün spidometrdən istifadə olunur. Doğru cavab A variantı. Həcmi V bərabərdir 200 santimetrin kubu. Kütləsi 100 qram olan qaba su əlavə etdikdə qabın su ilə birlikdə kütləsi nə qədər olar? Suyun kütləsi 100 qram olan qaba, deməli suyun kütləsi, bu qabın kütləsidir, suyun kütləsini tapaq.
M bərabərdir rho V. Suyun sıxlığı 1, suyun həzmi 200-dür. Eləyəcək 200 qramdır. Qabın da kütləsi 100 qram olduğu üçün ümumi kütlə 300 qram olacaq. Doğru cavab A variantı. Radiusu R bərabərdir 25 cm, eləyir 0,25 metr. Sürəti bərabərdir 5 metr bölək saniyə. Periodu hesablayın. T bərabər sual. V bərabərdir sürətin düsturuna görə 2 pi R bölünsün T'yə. Buradan da T bərabər olacaq 2 pi R bölünsün V'yə. Buradan da hesablasaq eləyəcək 2 pi R 0,25 bölək V'yə də 5. Deməli 0,125-dən 5-i ixtisar aparaq. Deməli 0,05 olacaq. Burada %5-də deməli 2 vuranda 0,1, 0,3 eləyəcək. Doğru cavab D bəndi. Hansı cihaz və ya cihazların köməyi ilə silindr şəklisinin həzmini ölçmək olar? Silindrin həzmi V bərabərdir SH, o da bərabərdir pi R kvadrat H olduğu üçün biz xəttkeşlə silindrin həzmini ölçə bilərik. Xəttkeş olmadığı üçün menzurka ilə. Menzurka həcmi ölçmək üçün ən yaxşı istifadə olunan cihazlardan da biridir. İstənilən həndəsi fiqurlu cismin həzmini menzurka köməyi ilə hesablaya bilərik. Menzurka daxilinə müəyyən qədər su tökürük və cismi əlavə etdikdən sonra suyun həcmi məlum nə qədər artarsa, daxil olmuş cismin həcmi də o qədər olacaq. Yalnız 2 olacaq. Doğru cavab Y variantı. Əks istiqamətdə hərəkət edən K və Y avtomobillərinin K-nın elə nəzərən sürəti 9V-dir. Əks istiqamətdə nəzərən sürət K-nın elə nəzərən sürəti 9V-dir. Əks istiqamətə getdiyi üçün VK ilə VL-in sürəti toplanmalıdır. L-in yerə nəzərən sürətini hesablayın. K-nın yerə nəzərən sürəti 5V-dir. 9V bərabərdir. K-nınki 5V üstə gələk VL olduğu üçün VL də bərabər olacaq. 9V-dən 5V çıxırıq, eləyəcək 4V. Doğru cavab Y variantı. Kütlə cismin ətalət ölçüsüdür. Doğru cavab A variantı. Düzxətli yolda hərəkət edən avtomobilin koordinatının zamanı asılı qrafik aşağıdakı kimidir? Avtomobilin getdiyi yol neçə metrdir? Deməli, avtomobil nə qədər yol gedib? Əvvəl 0-dan gedib 10-a 10 metr burada yol gedib, sonra 10-dan gəlib mənfi 10-a 20 metr burada yol gedib, ümumi gedilən yol 30 metr olacaq. Doğru cavab A variantı. Çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə A nöqtəsindən B nöqtəsindən 5 saniyəyə gəlir. A nöqtəsindən B nöqtəsinə 5 saniyəyə gəlirsə, buranın da 5 saniyə gedəcək, onda periodu olacaq 10 saniyə. Tezlik də periodun tərsidir, 1 bölək 10 eləyəcək 0,1. Doğru cavab A variantı. Bərabər qollu tərəzidə X və Y cisimləri şəkildə kimi tarazlıqdadır. Bu nəsən X və Y cisimlərinin kütlələrinin neçə qram olduğunu hesablayın. Biz baxırıq ki, X ilə Y-in kütlələrinin cəmi MX plus MY bərabərdir 200 qramdan tarazlaşır. Deməli, X-in yanına 80 qram, X-in üstünə 80 qram gələndə bərabər olur Y-in kütləsinə. M Y-ə bərabər olur. Onda MY-in yerinə bunu yazsaq, MX üstə gələk 80 bərabərdir 200 qram olacaq. Və buradan da 2MX bərabərdir 200-dən 80 çıxırıq, eləyir 120 qrama. Onda MX nə qədər olacaq? 60 qram. MX 60 qramdır. Onda MY-i də tapsam, MY də bərabərdir 200 çıxaq 60, o da bərabər olacaq 140 qram. Doğru cavab 60 və 140 C variantı. Şəkildə təsvir olmuş ölçmələrə əsasən kütləsi 20 qram olan kürəciyin sıxlığını hesablayın. Əvvəlcə biz bir bölgünün qiymətini təyin eləməliyik. 20 millilitrdən çıxırıq 10 millilitri, bölürük bölgülərin sayına. 1, 2, 3, 4, 5 yerə bölünür. 20-dən 10 çıxanda 10, 10 da 5-ə bölünür, eləyir 2 millilitr. Bir bölgü 1 millilitrdir. Ona görə də əvvəlcə suyun həcmi olub 14 millilitr. M su 14 millilitr olub. Cismi saldıqdan sonra suyun həcmi olub 24 millilitr. M cisim bərabərdir 24 millilitr çıxaq 14 millilitr. O da bərabər olacaq 10 millilitr.
Və buradan da biz həcmi, suyun kütləsi məlum 1 ml sadəcə 1 kub santimetrlə eynidir. Ona görə də rho da bərabərdir. M bölünsün V-dir. M-imiz olacaq 20 qram bölünsün 10 santimetrin kubu. Buradan da eləyəcək 2 qram bölək santimetrin kubu. Qram bölək santimetrin kubunu isə kiloqram bölək kub metrə çevirmək üçün 1000-ə vurmaq lazımdır. O da bərabər olacaq 2000 kiloqram bölünsün metrin kubu. Doğru cavab olacaq C variantı. Kütlə həcm qrafik şəkildə kim olan maddə üçün aşağıdakı münasibətlərdən hansı doğrudur? Sıxlığı 7,8 qram bölək kub santimetrdir. 1 doğrudur. Rho bərabərdir M bölək V-yə görə 1 kub metrin kütləsi 39 qramdır. Doğrudan da M bərabərdir rho V-yə görə. Rho 7,8'dir. V'dəki 5'dir. Bunu da vuranda eləyir 39 qram. 1,3. Burada ikincini də yoxlasaq M bərabərdir rho V düsturuna görə. Deməli 20'ni vursaq 7,8'ə eləyəcək 156 qram. Burada da 2 də doğrudur. Doğru cavabımız 1, 2, 3 olacaq. Yəni D variantı. Başlanğıc sürəti 20 metr bölək saniyə. V0 bərabərdir 20 metr bölək saniyə. Təcili 4 metr bölək saniyə kvadrat. Bərabər yeniləşən hərəkət edən cismi 7 saniyədə sonunda sürəti T bərabərdir. 7-ci saniyənin sonuncusu isə T 7 saniyə müddəti deməkdir. V-ni istəyir bizdən. Və bərabər yeniləşən hərəkətə V bərabərdir. V0 üstə gələk AT olduğu üçün V-ni tapsaq 20 üstə gələk. AT də eləyir 28. O da bərabər olacaq 48 metr bölək saniyə. Doğru cavab olacaq 48. Sürəti 40 metr bölək saniyə olan avtomobil 2 metr uzunluqlu yol neçə saniyə gedər? T bərabərdir S bölək V olduğu üçün yolumuz 2000 metr, V'miz 40'dır. Eləyəcək 50 saniyə. Doğru cavab olacaq 50 saniyə. Radiusu 20 cm, R bərabərdir 0,2 metr. Çeviri üzə bərabər sürətlə hərəkət edən cisim bir tam dövrü 3 saniyəyə gedir. Yəni bir tam dövrə sərf olan zaman periyod olsun, periyod 3 saniyədir. V-ni hesablayaq. V bərabərdir 2 pi R bölünsün T-yə və buradan da hesablasaq eləyəcək 2 pi R bölünsün T-yə. T getdi, qalır 0,4 metr bölək saniyə. Doğru cavab olacaq 0,4. Cismin sürətinin zamanı asılı qrafiqini istifadə edərək doğru olan ifadələri seçin. Cisim 4 saniyədə 40 metr yol gedib. 4 saniyədə getdiyi yol burada əmələ gələn fiqurun sahəsidir. S sahə də bərabərdir. AH bölək 2, 10 vurulsun 4 bölünsün 2 eləyir 20'dir. Deməli 2 doğrudur. 4-8 saniyə arasında bu düzbucaqlının sahəsi olacaq getdiyi yol. Düzbucaqlının sahəsində S də bərabərdir. 4-dən 8'ə 4. Xəttə ehtiyac yoxdur. Vıraq 10 eləyəcək 40 metrdir. 4 saniyə altında getdiyi yol 40 metrdir. 4 doğrudur. 8 saniyədə 60 metr yol gedib. 8 saniyədə 60 metr 5 də doğrudur. Doğru cavab 2, 4, 5 olacaq. İdmançı A nöqtəsindən hərəkətə başlayaraq ABCD traktor üzrə hərəkət edərək D nöqtəsinə gəlir və bu hərəkətə 50 saniyə vaxt sərf edirsə, idmançının hərəkəti üçün uyğunluğu müəyyən edirik. CD yarım çevrə qövsüdür. Deməli, birinci deyir ki 50 saniyədə getdiyi yolu hesablayırıq. Birinci getdiyi yolu 50 saniyə gedirsə ümumi yolu hesablamalıyıq. A-dan B-yə gedib yolumuz L bərabərdir 40 metr, üstə gələk 20 metr, üstə gələk çevrə uzunluğunun 4'dən biri. Yəni 4'dən biri, 2 pi-rin 4'dən biri pi-r bölək 2 eləyir. Pi-r bölək 2. O da bərabərdir 60 üstə gələk pi 3, R-miz 30 bölək 2, bu eləyir 15, 15'i çevrəmdə 75, eləyir 60, 45 daha doğrusu, 45 eləyəcək 105 metr yol gedib. Deməli, 50 saniyədə getdiyi yol 105 metr olacaq. 1'ə uyğun gəldi S. ABC trayektor üzrə yola görə orta sürəti hesablayın. ABC trayektor üzrə yolu hesablayaq. ABC'də L, ABC'də yol bərabər olacaq 40 üstə gələk 20 eləyəcək 60 metr. 60 metr yolumuzsa V ortada bərabər olacaq 60 bölünsün. ABC yola görə orta sürəti hesablamaq. 60 bölək 40 eləyəcək 1,5. Buranı 1,5 düzəltsək 1, 2,
B olacaq. 3-də isə ABCD trayektoriya üzrə yola görə orta sürəti tapsaq, ABCD trayektoriya üzrə yola görə orta sürəti V orta bərabərdir. Yolumuz 105 oldu. 105-i də bölsək 50-yə bərabər olacaq. 2,1. Doğru, 3-ə də D uyğun gələcək. Doğru cavabımız olacaq 1C, 2B, 3D. Saatın saat əqrəbi periodu neçə saatdır? Saatın saat əqrəbi periodu 12 saat olacaq. Çünki period bir tam dövrə sərf olunan zamandır. Saat əqrəbi isə bir tam dövrü 12 saata qət edir. Ona görə də saat əqrəbi periodu 12 saata bərabər olacaq. Maddi nöqtə radiusu 5 metr olan çevrə üzrə 20 metr bölü saniyə sürətlə hərəkət edir. R bərabərdir 5 metr. Deməli, V bərabərdir 20-dir. Mərkəzi qaçma təcilini hesablayırıq. A da bərabərdir. V kvadrat bölək R, o da eləyəcək 20 kvadratı 400 bölək 5 eləyəcək 80 metr bölək saniyənin kvadratı. Üfüqi istiqaməti 20 metr başlanğıc sürətlə V0 bərabərdir 20 metr bölək saniyə. Başlanğıc sürəti düz xəttə bərabər tərəzidə hərəkətə başlayan avtomobil 4 saniyəyə T bərabərdir 4 saniyəyə sürətini 25 metr bölək saniyə artırır. 25 metr bölək saniyə artırır. Avtomobilin təcilini hesablayaq. A bərabərdir sual. Uyğun düsturlardan istifadə edərək hesablamaq üçün V-V0 bölək T-ni yazmalıyıq. A da bərabərdir 25 çıxaq 20 bölək 4 o da eləyəcək 5 bölünsün 4 bərabər olacaq 1,25 metr bölək saniyənin kvadratı.